Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Euzu billahi mineşşeytanirracim. Fe in khiftum fericalen ev rukbana فإذا أمنتم فاذكروا الله كما علمكم ما لم تكونوا تعلمون صدق الله العلي العظيم. İnşallah bugünkü söhbətimizdə mübarək Bəqərə surəsinin 239-cu ayəsindən başlayaraq sonraki ayələri izah etməyə səy edib çalışacağıq. 239-cu ayədə buyurur ki, فَاِنْ خِفْتُمْ فَرِجَالًا اَوْ رُكْبَانًا. Qeyd elədik ki, Allah Müteal 238-ci ayədə namaza diqqətli olmağı, namazlara qarşı diqqətlə, qayğı ilə yanaşmağı əmr eləyir, xüsusən də orta namaza. Qeyd elədik ki, orta namaz hədislərimizə əsasən zöhr namazıdır. Cümə günlərində cümə namazı, digər günlərdə isə zöhr namazı. Sonra buyurur ki, فَاِنْ خِفْتُمْ فَرِجَالًا اَوْ رُكْبَانًا. Allah Müteal normal haldadır, evdə oturmuşuq, heç bir problem yoxdur. Rüku ilə, səcdə ilə, təşəhhüdlə, salamla normal namazımızı qılmalıyıq. Amma əgər birdən qorxu vardır, ya düşmən qorxusu var, ya yırtıcı heyvan qorxusu var, ya hər hansı bir problem var ki, normal şəkildə namaz qıla bilmirik, ayə ona işarə elə. Buyurur ki, فَاِنْ خِفْتُمْ. Əgər qorxdunuzsa, fəricalən, rical burada piyada mənasında, yeriyən halda. Fəricalən, əv rukbanən, rukban da rakib sözünün cəmidir, yəni mini halında. Rical racilin cəmidir, rukban da rakibin cəmidir. Fəricalən, əv rukbanən, yəni əgər qorxdunuzsa, ya piyada halda yeriyə, əv rukbanən və yaxud da ki, mini halında namazınızı qılmalısınız. Deməli, namaz heç bir halda tərk oluna bilməz. Normal namaz qıla biliriksə, normal namazımızı qılmalıyıq. Normal namaz qıla bilməyəcəyiksə, o halda nə edəcəyik? Minidə isə, təyyarədə isə, qatardayaqsa, maşındayaqsa, at üstündə, hər hansı bir miniyin üstündə isə, mini yalında. فَاِنْ خِفْتُمْ. Əgər qorxdunuzsa, fəricalən əv rukbana. Yeriyən halda və yaxud mini halında namazınızı qılmalısınız. فَاِذَا əmintum. Əgər əminamanlığa qovuşdunuzsa, əminamanlığınızı tapdınızsa, yəni normal bir həyata, belə də gəldiniz, satdınızsa, o qorxu ortadan qalxdı. Adi həyata başladınızsa, fəzkurullahə, Allahı yad edin, kəma əlləməkum, necə ki sizə öyrədibdir. Yəni, qorxulu hal qutardısa, normal namazlarınızı qılın, fəzkurullahə kəma əlləməkum, ma ləm təkunu tə'ləmun. Xatırlayın Allahı, necə ki sizin bilmədiyiniz şeyləri sizə öyrətdi. Bilmədiyiniz şeylər sizə öyrətdiyi kimi, öyrətdiyi üçün Allah xatırlayın. Ya ayə buna işarə edir ki, yəni Allah çoxlu təşəkkür eləyin ki, əminamanlığa çıxartdı, normal namaz qıldınız və yaxud da ki, yəni Allah sizə sıxıntılı halın namazını öyrətdiyi üçün ona təşəkkür eləyin. Hətta o halda da belə sizə özü ilə arasında olan rabitənin qırılmamasına əmr etdi. Mümkündür, ilk baxışda elə gəlir ki, namaz nədir? Bir ağırlıqdır, bir yükdür, amma əslində namaz Allahla, yerin göyün sahibi ilə bir rabitədir. Hətta sıxıntılı vəziyyətdə belə Allah Taala o rabitəni qırmırsa, deməli onda Allahı xatırlamalıyıq və ona təşəkkür eləməliyik ki, heç bir halda özü ilə bizim aramızda olan əlaqəni qırmır. Xülasə buyuruyor, fəzkurullahə. Allahı zikr edin, xatırlayın. Kəma əlləməkum, necə ki sizə öyrətdi. Ma, o şey ki, ləm təkunu tə'ləmun, bilə bilməzdiniz, öyrənə bilməyəcəydiniz, öz başınıza, öz halınıza öyrənə bilməyəcəyiniz şeyləri sizə öyrətdiyi üçün Allahı zikr edin, ona təşəkkür edin, onun zikrinə daimə məşğul olun. Fəzkurullah kəma əlləməkum ma ləm təkunu tə'ləmun. Xatırlayın Allahı,
necə ki sizə öyrətdi, o şeyi ki siz bilə bilməzdiniz. Bu da oldu 239-cu ayə. 240-cı ayə. وَالَّذ۪ينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِأَزْوَاجِهِمْ مَتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ. Qoy ayərimdə təzdən oxuyayım. وَالَّذ۪ينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِأَزْوَاجِهِمْ مَتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ فَإِنْ خَرَجْنَ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنْفُسِهِنَّ مِنْ مَعْرُوفٍ وَاللّٰهُ عَز۪يزٌ حَك۪يمٌ. Bu ayə Quran-ı Kərimin nəsx olunmuş ayələrindən sayılır. Bu ayənin barəsində olan hədislər buyururlar ki, cahiliyyət dövründə bir şəxs ölərdisə, arvadı bir il iddə saxlayardı. Hal-hazırki şəriətimizdə qeyd ediləcək ki, və ötən bəhslərdə də, ötən səhifələrdə də bu barədə geniş danışdıq, təlaq barəsində, əri ölən qadın barəsində və qeyd elədik ki, əgər bir şəxsin, bir qadının əri ölərsə, həmin qadın 4 ay 10 gün, Ərba'ətə əşhurin və əşra ayəsinin izah eləyəndə geniş danışdıq ki, əri ölən qadın 4 ay 10 gün iddə saxlayandan sonra başqa kişi ilə evlənə bilər. Hədislər buyurur ki, cahiliyyət qanunlarına əsasən bir arvadın əri ölərdisə, 1 ilə qədər həmin arvad iddə saxlamalıydı, ərinin evinin içində qalmalıydı, yəni ərinin evində, o yerdə ki, əri ilə bircə yaşayırdı, həmin evdə qalmalıydı və 1 il müddətinə ərinin mülkündən yeyib içməliydi. Ondan sonra çıxardıb arvadı, atırdılar eşeğe, ged, hara gedirsən ged. İlk əvvəldə İslamın zəif vaxtlarında Quran-ı Kərim cahiliyyət dövrünün həmən adəti ilə işi olmadı. Buna görə də bu ayə nəsx olunmuş ayələrdən deyəcəm, gəlib işarə edəcəm. Hədislər buyurur ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm ilk əvvəllərdə şələ İslam çox güclənməmişdi. Ona görə də cahiliyyətin bu qanunu ilə belə deyək də, müxalifət eləmədi, ona qarşı çıxmadı və dedi, eyb yoxdur, bu qanun qalsın yerində. Ta ki, sonraki ayə, yəni, deməli, 234-cü ayə nazil olana qədər, indi neçə müddət çəkdi ortalarını onu deyə bilmərəm, həmən müddətə qədər insanlar ilə cahiliyyət adət ənənəsinə uyğun olaraq əri ölmüş arvadı 1 ilə qədər ərinin evində saxlayırlar, ondan sonra çıxardırdılar, məsələn, belə də qoyurdular eşeğe ki, hara gedirsən get, bu mənada. Və həmən 1 ilin müddətində ərinin mülkündən yeyib içirdi. 234-cü ayə ki, nazil oldu. 234-cü ayədə buyurur ki, əri ölmüş arvadlar 4 ay 10 günə qədər iddə saxlanmalıdır və ondan sonra artıq azaddır, kimlə evlənmək istəsə evlənə bilər. Və əri ölmüş arvadı da çıxardıb eşeğe atmırlar, əksinə, ərinin mülkündən, əgərsə ərinin uşaqları varsa 8-dən biri ona çatacaq, əgər ərinin uşağı yox idisə 4-dən biri həmən qadına çatacaqdır. Ona görə də İslam biraz güclənəndən sonra, İslam biraz təqviyyət tapandan sonra həmən bu ayə nəsx olundu və 234-cü ayə gəldi, onun yerini tutdu ki, əri ölmüş arvadlar 4 ay 10 günə qədər əri öləndən sonra iddə saxlamalıdır. Ondan sonra da ərinin mülkündən ona ya 8-dən 1 ya 4-dən 1 pay çatacaq. Bundan sonra da indi həmən evdə qalar, saxlayarlar, saxlamazlar, o sonraki məsələdir. Buyurur ki, vəllezine yuteveffevne minkum. O şəxslər ki, sizlərdən ölür, yəni o kişilər ki, siz müsəlmanlardan ölür və yəzərunə əzvacən və özlərindən sonra arvad qoyub gedirlər, arvadları var idi. Vasiyyətən, vəsiyyət etməlidirlər li əzvacihim, arvadları üçün mətaən, bir məta, yəni bir pul, yemək, içmək, paltarın hamısına bir də məta, yəni nəfəqə. Qadının həyatı üçün lazım olan şeyləri vəsiyyət etməlilər. Məta ümumi anlamdadır. Mümkün içində pul da gedə bilər, yemək də gedə bilər, paltar da gedə bilər, dava dərman da gedə bilər, hər hansı bir şey, mətaən. Sizlərdən hər hansı bir şəxs ölürsə, yəni ölüm anında vəsiyyət etməlidir arvadı üçün mətaən. Bir məta, bir
yemək, içmək, nəfəqə iləl havli, bir ilin başına qədər, yəni kişi öləndən ta bir il müddətinə qədər arvadı üçün vəsiyyət etməlidir. İləl havl, havl burada il deməkdir. Qayrə ixrac və vəsiyyət eləməlidir ki, bu arvadı evimdən çıxartmasına bir ilə qədər vəsiyyət eləməlidir ki, onun evində qalsın. Sonra buyur ki, fəin xəracnə, əgər bu bir il ərzində öz başına çıxıb gedərsə, yəni öz könlü ilə o qadın çıxıb gedərsə, ərə gedir ya başqa yerə gedir, fəla cunahə aleykum, sizin üçün bir günah, bir problem yoxdur. Fima fəalnə fi ənfusihinnə, əgər o özünə qarşı, qadın özünə qarşı bir iş görür, fima fəalnə fi ənfusihinnə, öz üzərində bir iş görür, min ma'rufin, ma'ruf bir şey, yəni pis bir iş, pozğunluq eləmir, normal bir hərəkət edir, məsələn deyək, fərzən deyək ki, bu evdə məsələn qalmaq istəmirəm, 5 aydan 6 aydan sonra durur gedir, məsələn dədəsi evinə ya qardaşının evində qalır. Yəni pozğunluq eləmirsə, pis bir hərəkət eləmirsə, onda sizə aidiyyəti yoxdur. Əgər öz könül xoşluğu ilə çıxıb gedərsə, hansı ki, əri ona vəsiyyət eləmişdi ki, əri evdəkilərə vəsiyyət eləmişdi ki, bir il müddətinə qədər mənim arvadımı buradan çıxartmırsınız və yemək içməyini də mənim mülkümdən verirsiniz. İndi qadın əgər öz könül xoşluğu ilə durub çıxıb gedirsə və bir pozğunluq, bir pis işdə görmürsə, o halda sizin üçün də bir günah yoxdur ki, əgər qadın öz könül xoşluğuna çıxıb gedərsə. Fima fəalnə fi ənfusihinnə min ma'ruf. Vallahu azizun hakim. Həqiqətən Allah əzizun, yəni yenilməzdir, həkimun, hikmət sahibidir. Yəni Allah Taala hər hansı bir hökmün əgərsə bəndələri üçün hökmü təyin eləyirsə, hökmü təşri eləyirsə, hər birində bir hikmət vardır, əbəs deyil və Allah Taala yenilməz qüdrət sahibidir. Bu da oldu 240-cı ayə. 241-ci ayə. وَلِلْمُطَلَّقَاتِ مَتَاعٌ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ. Bildiyimiz kimi ərəb dilinin qanununa əsasən, əgərsə cəm siğəsinin başına əliflam daxil olarsa, burada ümum mənası verir. Yəni bir dəfə deyirəm, mu'minunə, bir dəfə deyirəm, əl-mu'minunə. Mu'minunə yəni möminlər. Muslimunə yəni müsəlmanlar. Deyəndə əl-muslimunə, əl-mu'minunə yəni əliflamla deyəndə yəni bütün müsəlmanlar, bütün möminlər. Üsul alimlərinin və qrammatik alimlərinin əksəriyyətinin nəzəri budur ki, əgərsə əliflam cəm siğəsinin başına daxil olarsa, onda bütün mənası verir, ümumi mənası verir. Burada mutallaqat cəm siğədir, başına əliflam daxil olub. Vəlil mutallaqati demək, onda mənası nə olur? Bütün təlaq verilmiş qadınlar üçündür. Nə? Bütün qadınlara məxsusdur nə? Məta'un bil ma'ruf. Bir normal, gözəl bir məta, bir hədiyyə, bir pay. Haqqan aləl muttəqin. Bu müttəqilərin boynuna bir haqdır. Söhbət nədən gedir? Bu ayənin təfsirində bir neçə ehtimal vardı ki, söhbət nədən gedir? Bəzilər deyiblər ki, ayə o qadınlardan danışır ki, əri ona təlaq verib və məhriyyədə təyin olunmamışdı. Yəni əvvəlcədən evlənmişdilər, məhriyə təyin olunmadan evlənmişdilər. İndi ər onu boşayır, boşayan zaman ona bir şey versin. Ona deyir məta, mut'a, məta. Yəni bir pay, bir hədiyyə, bir şey versin. Bu bir ehtimaldır. Məkarim Şirazi ağası ehtimal eləyir ki, yox. Söhbət təkcə mehriyəsi təyin olunmamış qadınlardan getmir. Bəlkə bütün qadınlar üçündür bu hökm ki, hər bir qadın ki, ərindən boşanırsa, mehriyəsindən əlavə ərə bir, necə deyərlər, yaxşı bir haldır ki, gözəl bir haldır ki, ərin boynuna arvadın evindən çıxardıb ki, təlaq verib göndərir dədəsinin evinə, o halda bir şey hədiyyə eləsin. Onun bir alicənablığına, böyüklüyünə, onun insanlığına dəlalət edir. Məkarim Şirazi ağanın nəzərinə görə bu ayə vacibatdan danışmır. İnsani bir hökmdən danışır ki, əgər bir şəxs arvadın boşayırsa, arvadın boşadığı halda yaxşı olar ki, boşayandan sonra mehriyəsindən əlavə bir şey hədiyyə versin. Evindən, qapısından çıxardıb əgər göndərirsə atasının evinə, onda bir şey hədiyyə versin ki, qadın əli boş getməsin və bu verilən hədiyyənin, bu mətanın bunların arasında olan umuküsüyə və kinküdurətə son qoymaq üçün, zəiflətmək üçün çox böyük təsiri var. İstər-istəməz, məsələn, bir kişi
arvadın boşayırsa, göndərirsə atasının evinə, çıxardırsa evindən, gətirir alicənab casına, məsələn, mehriyəsini alır və çıxar. Onu bilən, məsələn, hər kəsin öz qədəricən gözəl bir hədiyyə də verirsə, istər-istəməz qadının ərinə qarşı olan nifrəti müəyyən qədər azalacaq, ya məsələn, kin-küdrət aradan gedəcək. Bəlkə də sonradan səbəb oldu, təzədən qayıdıb qovuşsunlar. Xülasə, Makarim Şirazənin nəzərinə görə bu bütün qadınlara aiddir. Hökmən deyil ki, mehriyəsi təyin olunmamış qadınlara aid. Mehriyəsi təyin olunmuş qadınlar başqa ötən ayələrdə, deməli 200 neçənci ayədə deməli 229-cu ayədə 229-cu ayədə və la yəhillan yuqima hadun feyumtə. Xülasə o həmən ayələrdəki işarə eləmişdi o məsələyə ki, əgər bir qadının əri onu kəbininə daxilən zaman onun üçün mehriyə təyin eləməmişdirsə, əgər boşayırsa onda bir şey mütə versin. İndi bu ayədə buyurur ki, boşanmış qadınlar üçün ərin boynuna bir haqdır ki, ona mütə versin. Deməli onda əgər mehriyəsi təyin olunmamışdırsa, o qadınlara da aiddir. Hətta mehriyəsi təyin olmuş belə qadın olsa, yenə də yaxşı kişilərin, alicənab insanların vəzifəsidir, boyuna bir müstəhəb olaraq haqdır, vacibi haqq deyil, müstəhəb olaraq kişinin boyuna haqdır ki, arvadın evindən çıxardıb atası evinə yollayan zaman ona bir şey mütə versin, bir hədiyyə versin, bir bəxşiş versin ki, qadınla onun arasında olan rabitə biraz da mehribanlaşsın ki, düşmənçiliyə, problemə səbəb olmasın. Ayəni bir də oxuyayım. Vəlil mutallaqati, mutəlləqələr üçün, boşanmış arvadlar üçündür. Nə? Mətaun, bir məta, bir hədiyyə, bir bəxşiş, bir əta. Bil ma'ruf, gözəl şəkildə, ma'ruf şəkildə, haqqan aləl muttaqin, bu bir haqdır müttəqilərin boynunda. Bu da oldu 241-ci ayə. 242-ci ayədə bu ki, kəzəlikə yubəyyinullahu ləkum əyətihi ləalləkum təqilun. Beləcə Allah Taala sizin üçün ayələrini aşkarlayır ki, bəlkə ağıllarınızı işlədəsiniz, təqilun, düşünəsiniz. Yəni Allah Taala sanki bizi ağıla dəvət edir ki, bütün bunlarda ağıl sahibləri üçün bir ibrət vardı. Allahın heç kəsinə nə düşmənçiliyi yoxdur, nə qardaşlığı yoxdur. Allah hamının Allahıdır, kafirin də Allahıdır, möminin də Allahıdır, qadının da Allahıdır, kişinin də Allahıdır. Allah hamı üçün eyni səviyyədə xaliqdir və hamının idarə edicisidir, Rəbbidir. Bəs onda niyə görə bəzi hallarda görür ki, bir qanun məsələn ilk baxışda filan kəsin xeyrinə görsənir, filan kəsin əleyhinə görsənir? Bu ilk yanaşmada bu cür görünür. Biraz məsələnin dərinliyinə gedəndə görürük ki, Allahın bütün atdığı addımlar, bütün qoyduğu qanunlar hamısı hikmət üzündəndir və heç kəsin haqqı zayi olmasın deyibən Allah Taala qanunların bu formada icra eləyir. Ona görə də buyurur ki, kəzalikə, beləcə yubəyyinullahu ləkum ayatih, ayələrini sizin üçün bəyan edir. Ləalləkum təqilun, bəlkə ağıllarınızı işlədəsiniz, ağıllarınızla gözəl düşünəsiniz. Yəni bütün bunlar hamısı ağla söykənən hökmlərdilər. Əgər doğrudan da fikir versək, bir qadın ərinin evində qaldığı müddətdə ərinin mülkündən yeyir, çıxanda da yenə də gözəl bir hədiyyənə hədiyyələnir. İstər-istəməz nə olacaq? O iki dənə ailə arasındakı kin-küdurət son dərəcə azalacaq, dostlaşacaqlar. Ərlə arvadın ulduzları barışmadı, taleyləri düz gəlmədi, gəlmədi, ola bilər. Mümkün də olsun. Amma o problem ki vardı, həddən artıq o problem belə deyək də, yəni sıfıra yaxınlaşacaq və mümkündür yavaş-yavaş onların arasındakı o kin-küdurət ortadan qalxacaq. 243. Ələm tərə iləl-ləzīnə xaracu min diyərihim və hum ulufun həzərəl mavti fəqalə ləhumullahu mutu thumma əhyəhum. İnnəlləhə ləzu fadlin alən-nəs vələkinnə əksərən-nəsi lə yəşkurun. Bu ayə Şam şəhərlərinin, Şam ətrafında olan şəhərlərin birinin
barəsindədir ki, həmən məntəqədə, həmən məmləkətdə şiddətli, qorxunc bir taun xəstəliyi yayıldı. 70 minə qədər insan şəhərlərin, kəndlərin tərk elədilər ki, o yerdən qaçıb getsinlər ki, taundan canlarını qutarsın. 70 min, vəzir rivayət edəcək, 70 minə qədər insan. Şəhərdən ayrılırlar ki, taundan qutarsınlar. Allah əmr elədi ki, ölün və hamısı öldülər. Ondan sonra Allah Taala Hizqil əleyhissalamın, ki, peyğəmbərlərdən birinin adı Hizqil idi, onun duası ilə həmən o 70 min insanı diriltdi və onlar həm öz ölümlərinə şahid olurlar ki, biz ölümdən qaçırdıq. Ta ki, bəlkə 70 min ölməyəcəkdi, olacaqdı, öləcəkdi. Məsələn, 30 min, 20 min, 10 min, 70 min hamısı bir dəfədən öldü. Yəni, Allahın, belə deyək də, qəza və qədərindən qaçıb qutarmaq olmaz. Allah istəsəydi ki, öldürsün, taunla da öldürər, qeyri taunla da öldürər. Həm özləri ibrət götürdülər və həm də özlərindən sonraki ümmət üçün, ümmətlər üçün, insanlıq üçün, bəşəriyyət üçün bir ibrət dərsinə çevrildilər. Buyurur ki, ələm tara, görmədinmi? İləllezine, o şəxslərə baxmadın, o şəxsləri görmədinmi ki, xəracu min diyarihim, öz el-obalarından ev eşiklər, diyar, yəni dar sözünün cəmidir, el-obalarından ev eşiklərindən xaric oldular. Və hum ulufun, hansı ki onlar, və orada hal gəlir, o halda ki onlar ulufun, minlərlə, dedim ki, rivayətlərdə gəlib, 70 min. Və hum ulufun həzərəl məvt, ölümün qorxusundan ev eşiklərini tərk elədilər ki, çıxıb gedib başqa məmləkətdə yaşasınlar ki, ölüm onları haqlamasın. Fəqalə ləhumullah mutu. Allahdan onlara əmr gəldi ki, ölün. Təbii ki, Allah əmr eləyən kimi kun fəyakundur. Ölün deyən kimi ölməlidir, başqa yolları yoxdur. Fəqalə ləhumullah mutu, thumma əhyahum, sonra onları diriltdi. İnnəllâhe ləzû fadlin alən-nas, həqiqətən Allah Taala insanlar üçün bir fəzilət sahibidir, insanlara daimən minnət qoyur insanların boynuna. Bunlar ki dirildilər, Allahın qüdrət nişanələrini öz üzərində gördülər, hansı ki artıq sürmüşlər, yəni bədənləri qarışmış, torpağa sümükləri qalmış deyə sümükləri də çürmüşdü. Neçə il keçmişdi, Allah bilir. İnnəllâhe ləzû fadlin alən-nas. Həqiqətən Allah Taala insanlar üzərində fəzilət sahibidir, minnət sahibi. Daimən bəndələrin boynuna minnət qoyur. Vəlakinnə əksərən-nâsi lâ yeşkurun. Amma insanların əksəriyyəti şükür etmirlər. Yəni hər bir insanın vəzifəsi idi ki, Allahın neymətlərinə şükür etsin, istər xoşumuz gələn bir şey Allahdan gəlsin, istər xoşumuz gəlməyən bir şey Allahdan gəlsin, Allahdan gələn hər bir qəza və qədərə, yaxşısına da, pisinə də, xoşumuz gələnə də, gəlməyənə də vəzifəmiz budur ki, Allaha təşəkkür eləyək. Vəlakinnə əksərən-nâsi lâ yeşkurun. Bu da oldu 243-cü ayə. 244-cü ayə. وَقَاتِلُوا فِي سَب۪يلِ اللّٰهِ وَاعْلَمُوا اَنَّ اللّٰهَ سَمِيعٌ عَلِيمٌ. Deməli, əgər bu ayə ilə yuxarıki ayəni birləşdirsək, mümkündür bu nəticəni almaq olar ki, ola bilsin ki, Peyğəmbər zamanında bəzi insanlar müharibəyə getmək istəmirdilər, döyüşə getmək istəmirdilər ki, ölərəm. Ola bilsin ki, Allah Taala həmən o ayəni onlar üçün misal çəkir ki, insanı öldürən müharibə deyil. Mümkün o qədər insanlar müharibəyə gedir, ölmür. Amma bir evin içində oturur, evin içində ölür. Yəni öldürən Allahdır. Müharibədə də öldürər, evin içində də öldürər. Necə ki, bu 70 min insan ölümün qorxusundan qaçdılar. Heç bəlkə də evvel adam ölməyəcəkdi, hamısı yolda Allahın əmrilə öldülər. Bu ki, və qatilu fi səbilillah. Allah yolunda döyüşün. Yəni qorxmayın ölümdən. Ölərsiniz, şəhid olarsınız, ölməzsiniz də qayıdıb Allahın bir əmrini yerinə yetirmiş gözəl bəndəsi kimi qayıdacaqsınız döyüşdən. Və qatilu fi səbilillah. Allah yolunda döyüşün. Və a'lemu, bilin ki ennəllâhe səmi'un alim. Həqiqətən Allah Taala səmi'un, eşidəndir, yəni dediklərinizi eşidəndir. Alimun və etdiyiniz əməlləri də biləndir. Danışdıqlarınızı da Allah bilir,
Etdiyiniz əməlləri də Allah Taala görür və hər şeydən xəbərdardır. Bu da oldu 244-cü ayə. 245-ci ayə. Buyurur ki, "Mən zəllezî yuqridullaha qardan hasanan feyudâ'ifahu lehu ad'afen kesîrah. Vallahu yaqbidu ve yebsutu ve ileyhi turcaun." "Men zellezî" Şimdi o şəxs ki, yuqridullaha qardan hasana, Allah'a güzel bir borc versin. Hər bir müsəlman və hətta hər bir ağlı olan, Allah'ı tanıyan şəxs bilir ki, Allah'ın nə pula ehtiyacı var, nə yeməyə ehtiyacı var, nə paltara ehtiyacı var, heç nəyə. Allah Teala qəniyyü mütləqdir. Allah qənidir, özü də mütləq qənidir, heç nəyə ehtiyacı yoxdur. Heç Allah'ın öz zatına ehtiyacı, özünün özünə ehtiyacı yoxdur, qalmışdı ki, məxluqatına ehtiyacı olsun. Və sonda bu qəbildən olan ayə və hədislər ki, Allah Teala buyurur, məsələn var bəzi rivayətlərdə ki, Qiyamətin günündə Allah Taala saxlayacaq bəndəsin ki, acıdım, mənə niyə çörək vermədin deyəcək, ilahi sən necə ac ola bilərsən, sən yerin göyün Allahsan, nə bilim, pulum yox idi, niyə pul vermədin, nə bilim, nə idi. Axırda gəlib deyəcək ki, mən ki deyirəm ac idim, yəni bir bəndəm ac idi, niyə ona yemək vermədin, bir bəndəmin pulu yox idi, ona niyə pul vermədin, bir bəndəmin paltar yox idi, ona niyə paltar vermədin. Allah Taala sanki bəndələrin ehtiyacını öz ehtiyacı görür. Niyə? Çünki əl-xəlqu iyalullah. Bu Allah'ın yarattığı bəndələr hamısı Allah'ın məxluqatıdır. Allah Teala eləyə bilərdi ki, hamımızı milyoner eləsin. Hamımızı ən yaxşı formada yaşatsın, necə cənnətdə hamı keyf içində yaşayacaq. Allah'ın əlində zərrə qədər də çətin deyil. Sadəcə bu dünya imtihan dünyasıdır. Birimizi digərimizdən imtihan eləyib. Allah Teala öz bəndəsinin, öz yarattığı məxluqunun problemin sanki öz problemi sayır. Ona görə deyir ki, ac idim, mənə niyə çörək vermədin? Nə bilim, susuz idim, niyə mənə su vermədin? Mən paltarsız idim, niyə mənə paltar vermədin? Bəndə deyəndə ki, ilahi sən necə, yəni ac ola bilərsən, sən Allahsan, deyəcək ki, o qonşundakı filan kəs var idi, ona niyə paltar vermədin, nə bilim, pul vermədin, nə bilim, yemək vermədin. Bu ayədə həmən qəbildəndir sanki. İstər istəməz bu cəmiyyətdə yaşayırıqsa, birinin imkanı olacaq, digərinin imkanı olmayacaq. İstər istəməz imkansız insan imkanıdan borc istəyəcək. Ona göre de Allah müteal imkanlı insanın imkansıza borc vermeyin öz borcu kimi görür. Özüne verilen borç kimi görür. Buyurur ki, "Men zellezi yuqridullaha qardan hasana." Kimdir ki Allah Taala'ya, Allah'a güzel borc versin. Borc verme yok, güzel borc ver, hasen borc versin. Deməli onda hər bir imkanlı şəxs, imkanı zəif olan şəxsə, borc istəyən şəxsə borc verirsə, Allah Taala sanki onun özünə verilən borc kimi görür. Deyir ki, ona vermirsən, o borcu mənə vermisən. Allah Taala ona verilən borcu özünə verilən borc kimi görür. Qardan hasanan. Qardan hasanan da məqsəd odur ki, incitməsin. Bəzən görürsən ki, borc verən verir, səhərdən başlayır hər dəqiqədə mən bu pulumu qaytar. Amma hansı ki bilirik ki, borc verən şəxsin vəzifəsidir ki, əgər müddət təyin olsa, həmən müddət ərzində danışmasın. Müddət də bitdisə, əgər həmən borc alan şəxsin imkanı yoxdursa, həqiqətdə imkanı yoxdursa, onu məcbur eləməsin. Quran-ı Kərim ki, "Fənəzziratun ilə məysərə." Ta əlinə imkan düşənə qədər möhlət versin. Buyur ki, "Mən zəlləzi" kimdir o şəxs ki, yuqridullaha qardan hasana. Allah'a gözəl bir borc versin. Dedim ki, Allah'a verilən borc, yəni Allah'ın bəndəsinə verilən borcu Allah Teala özünə verilən borc verir. Və yaxud bəzi təfsirlərdə, yəni kimdir ki, Allah'ın neymətlərin halalda işlətsin? Qardan hasanənin bəzi rivayətlərdə ya bəzi müfəssirlər deyirlər ki, "Mən zəlləzi yuqridullah qardan hasanan" kim Allah'ın neymətlərin Allah istəyən yerdə, halal yerdə xərcləyər. "Feyudâ'ifahu lehu ad'afen kesîreh." Allah Teala həmən şəxs üçün qat-qat ad'afen kesîreh həddən artıq çox şəkildə artırar. Bilmirik ki, bugün mənim ehtiyacım var idi, getdim Əlinin, Vəlinin, Zeydin, Həsənin, kiminsə qapısına dedim ki, mənə 100 manat pul ver. O da çıxartdı Allah rızası üçün mənə 100 manat. Heç bir şərt qoymadan, şərt qoymaq borcda haramdır. Götür dedi ki, gəl apar, haçan imkanlı olar verər. Allah Teala buyurur ki, sənin xəbərin yoxdur.
Sənin xəbərin yoxdur ki, mən pərdənin arxasında, qeyb pərdəsinin arxasında nə oyunlar düzəldirəm, necə sənin xeyri iş görürəm. Əgər sən ki mənim bəndəmin əlindən tutdun, mənim bəndəmə yardım elədin, ona borc verdin, onu sıxışdırmadan gözəl bir borc verdinsə, fəyudâifəhu lehu ad'afən kəsirə. Allah Teala onu qat-qat həddən artıq çoxaldar. Mümkündür həmən 100 manatın əvəzinə, ağlına gəlməyən yerdən də görürsən 100 əvəzinə 500 pul gələr. Digər tərəfdən də mümkündür, heç ağlımız kəsməyən yerdən bir bəlaya düçar olacaqdı, özü, arvadı, uşağı ya yaxınlarından kimsə bir xəstəliyə məsələn düçar olacaqdı, ya bir qəza keçirdəcəkdi ki, 10 minlərlə xərci tutacaqdı. Allah Teala həmən o borca xatir dəf elədi ki, artıqlaması ilə çox-çox qat-qat ona nədir? Yaxşılıq yetirdi. Xülasə, mən zəllədi kimdir o şəxs yuqridullahə, borc versin Allaha, qardan həsənən gözəl şəkildə borc versin. Neynəcək Allah Teala? Fəyudaifəhu lehu. Allah Teala onun üçün o borcu artıracaq, yəni həddən artıq onun əvəzini artıracaq. Ədafen, həddən artıq, çox-çox, dəf, yəni 2 qat, 3 qat, 5 qat, 10 qat artıracaq. Kəsirətən, çox şəkildə. Sonra bu ki, vallahu yaqbidu və yabsutu. Yaqbidu yəni tutur, saxlayır. Yabsutu yəni buraxır, genişləndirir. Həyatımız bu cürdür. Bəzilərinə Allah Teala çox neymət verir, bəzilərinə az verir. Neyməti çox olan həyatında bəzi hallarda neymət bol olur, bəzən sıxılır. Niyə görə eləyir, nə təhər eləyir Allah Teala özü bilir. Bilmirik ki, bizim məsləhətimiz nədədir. Mümkündür bu ildə məsləhətimiz budur ki, sıxıntıda. Məsələn, vərzən belə deyək. 2 il, 3 il dalbadal problemlər, müşküllər, pulsuzluq, nə bilim nə. 2-3 ildən sonra deyə vəziyyət düzəlir. Ya əvvəl yaxşı olur, sonra məsələn deyə problem olur. Bəzi hallarda öz günahlarımızdır, bəzi öz səhv addımlarımızın ucbatına huzur olur. Bəzən də görürsün, yox, mənli bir şey deyil, amma Allah Taala'nın təqdiri budur ki, bəzən vəziyyətimiz yaxşı olsun, bəzən pis olsun. Niyə? Nə səbəbi? O da onu Allahın əlindədir. Niyə görə bəzi hallarda sıxışdırır, bəzi hallarda genişləndirir? Bu ki, vallahu yaqbidu. Allah bəzən qəbul edən sıxışdırır və yabsutu və genişləndirir və iləhi turcaun və onu qaydacaqsınız. Niyə belə eləyir, nə tər eləyir, birin fəqir eləyir, birin varlı eləyir, varını bir müddətdən sonra fəqir eləyir, fəqiri bir müddətdən sonra varlı eləyir. Əvvəli padşahıydı, sonra nə bilim zəlil oldu, əvvəli zəlildi, sonra apardı padşah elədi. Onun əlindədir. Niyə, nə səbəbə? Özü bilir hansı məsləhətə görə bu cür eləyir. Vallahu yaqbidu. Allah qəbz eləyir, onu sıxışdırar və yabsutu və genişləndirər, açar və iləyhi turcaun və bir gün ona qaydacaqsınız. Bu da oldu bizim 245-ci ayəmiz. 246-cı ayə ki, uzun bir ayədir və geniş bir bəhsi vardı. İnşallah gələn dərsdə söhbət eləyərik. Elhamdülillah Rabbil aləmin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Sadaqallahul aliyyul azim.